Dostlar geldi, gün orta efirdəydik. Vallahi saat 2 işləyir, 5 dəqiqə biz artıq evlərinizə qonaq gəlmişik. Düşünürəm ki, bir fincan çay qarşınıza qoyub bizə baxırsınız, amma nahar eləyənlər də var. Günün gün orta çağıdır vallahi. 404-84-24 bu bizim canlı efir nömrələrimizdir. Qonaqlarımız var, təqdim edəcəyim. Ceyhun Bakilskidən gəldi ilk nəğmə. Gözəl mahnılar olacaq bu gün. Bu tərəfə zəhmət olmasa bir kameraları çevirək. Bizim MTV kanalının gözəl verilişlərindən biri Şənbə-Bazar gedir də. Bazar günü xüsusilə gedir. Cavadzadələr ailəsi nələr eləyir, nələr göstərir. Dağın başında, dağın düzündə, vəhşi heyvanların arasında gözəl veriliş təqdim eləyirlər bizə. Cavadzadə ailəsi buradadır. Salamlayıram Xoş hər birinizi. gəlmisiniz. Dəvətiniz üçün minnətdaram. İzləyiciləri də salamlayıram. Bu yeni bir layihədir, yeni bir üslubda təbiəti bəxş edirik izləyicilərimizə. Ailəvi olaraq, Cavadzadə ailəsi olaraq çalışırıq. Hər çəkiliş fərqli məkanda olsun, mövsümə uyğun olsun. Əlimizdən gələni edirik, daha maraqlı olsun. Cavid müəllim, Bəli. Ayşən xanım və Emil bəy. Aha, mikrofon orada bir dənədir. Var orada mikrofon, zəhmət olmasa verin mənə. Aha, bunu da verək Emilə, zəhmət olmasa. Ayşən xanım, xoş gəlmisiniz. Salam, mən də sizi salamlayıram. Çox sağ olun dəvətiniz üçün. Emil, necəsən oğlum? Yaxşıyam. Mikrofonu götür oğlum. Yaxşısan? Sən də gedib gəzirsən? Hə. Çəkilişlərdə iştirak edirsən? Yaxşıdır hər şey, ürəyincədir. Neçə yaşın var oğlum? 8. Maşallah, maşallah. Danışacağım hələ sizlə. Danışacağım, çoxlu söhbətlərimiz var. Cavid bəy, gözəl layihədir. Çox maraqlı layihədir. Biraz sonra bu haqda geniş danışacağıq. Bizim video çarxlarımız da olacaq sizlə bağlı. Çünki düşünürəm ki, hər kəs arzulayar. Xoşdursan da, gəzmək, dağın başında, çadır qurmaq. Əlbəttə ki, hələ mən deyəcəkdim ki, gələn verilişlərdə başlayım müğənniləri də aparmağa. Yox, hər müğənni istəmir axı. Amma adamlar var ki, doğrudan istəyirlər, amma hər müğənni də məncə... Niyə geçsinlər də boş bekar oturublar onsuz. Ay yox, heç nə yox. Belə, biz bu gün qəhvəyi tonlarda çox geyinmişik. Bəli. Keçən həftənin 4-cü günü təsadüfən, qara geyimləri heç sevmərəm, qara rəngi sevmirəm. Təsadüfən, yəni geyim mağazası, qara geyim. Dedilər, qara, dedim, mən göndərim də. Gəldim, gördüm, hamı qara geyinibdir. Bir dəfə qara geyim. İndi bayaq durmuşam, ayağa baxıram ki, Cavid bəy, Nərmin xanım, Ceyhun və mən. Ceyhunla ümumiyyətlə bacı qardaş kimi dəst geyinmişik. Eyni tonlardayıq. Hə, ikimiz də başda əyləşmişik. Nəzrin də eyni tonlardadır. Orada da eyni tonlar var. Bilirsiniz, ürəkdən ürəyə yol var. Elə bir günlər biz burada oturmalıyıq, 2 saat bir yerdə danışmalıyıq, bir yerdə vaxt keçirməliyik. Ona görə də hamı da eyni rəngdə geyinib gəlibdir. Maraqlı olur. Qabaqcadan danışmaq lazımdır, nə giyinirsiniz? Qabaqcadan. Mən qəhvəyə geyinəcəm, siz nə geyinəcəksiniz? Geyim, ümumiyyətlə, qara efirdə, mən özüm qara rəngi xoşlayıram. Sadəcə efir elədir ki, insanlar bu vaxtı elə adam var, yuxudan durur. Açan kimi qara bəddaq görmürsün də. Gün orta çağı, qara. Rəngarəngi Yox, yaxşıdır. Ceyhun, üzünüzə demək olmasın, siz hər zaman dəbdə geyinirsiniz. Yəni, və sizdən soruşmaq da lazım deyil ki, nə geyinəcəksiniz. Cavid bəy, çox maraqlıdır işiniz. Çox maraqlıdır. Həm ümumiyyətlə efirdən maraqlıdır. Efir də hər verilişi sevmir. Hər çəkdiyin efirdə öz effektin vermir. O da gərək veriliş də sevilə, insanlar da, verilişin içindəki insanlar da sevilə. O tamaşaçı qəbul eləmək var. Efir hər adamı qəbul eləmir. Amma o qədər fərqli görünürsünüz efirdən. Yəni, çadırda hər adamın işi deyil yaşamaq. Ümumiyyətlə, ideya hardan gəldi? Bax, belə bir veriliş hazırlamaq. Səmimi olaraq desəm, ideya 8 il bundan öncə var idi məndə. Çünki artıq uzun illərdir, təqribən 17 ildir təbiətdə istirahət etməyi, ovçuluqla, balıqçılıqla məşğul olmağa başlamışdım. Dostlarla, hələ ki ailə ilə yox. Amma 8 il bundan öncə Ayşən xanıma təklif etdim ki, gəl belə bir layihə edək, ailəvi... Neçə ildə ailəlisiniz? 11 il. 11 il. 11 il.
8 il öncə təklif etdim ki, ailəvi olaraq kampla məşğul olaq və bunu çəkək, təqdim edək, örnək olaq ki, Azərbaycanda da kamp inkişaf etsin. O vaxt Ayşən xanımı razı sala bilmədim. Niyə? Qismət indiyəymiş. Qismət indiyəymiş. Bir neçə ay bundan öncə nəhayət ki, razı sala bildim və birlikdə belə bir təbiətdə, gözəllikdə kamp edirik. Əlbəttə ki, bunun çətin tərəfləri də var. Çoxdur çətin tərəfləri. Çünki, bəli, yəni ekrandan baxanda daha gözəl görünür. Yerində tam fərqlidir. Ətiri hiss edirsən, quşların səsini hiss edirsən. O da bir başqa gözəllikdir, amma çətin tərəfləri də var. O pərdə arxası anlar var ki, məhz bu baxımdan biz məşhur qonaqları dəvət edə bilmirik. Bayaq Ceyhun bəyin dediyinə gəlirəm. Çünki çox məşhur qonaq bizlə birlikdə, biz çünki həqiqətən orada qalırıq. Yəni, izləyicilərimizə də məlumat xarakterli olsun ki, bu yalnız qurulmuş bir səhnə deyil. Biz həqiqətən 36 saat demək olar o şəraitdə qalırıq, çadırda qalırıq. Hətta qış aylarında -17 dərəcə şaxtada belə biz çadırda qalmışıq ailəvi olaraq. Düzdür, orada müəyyən şərait qururuq, istiliyimiz olur və s. Amma əlbəttə ev kimi deyil. Bu səbəbdən çox məşhur qonağı ora dəvət etmək biraz çətindir. Məşhurlar hamısı gözləyən villalarda açıblar da, yəni belə şeyə öyrəşməyiblər. Mən ona görə deyirəm ki, biraz şəraitsizlik baxımından çətin ola bilər. Düzdür, bəzi məşhur qonaqlarımız var. Məsələn, Ceyhun bəy, bilirəm ki, sevə-sevə gələr. İnşallah havalar biraz yaxşı olsun, dəvət edəcək mütləq. İnşallah mən gəlirəm. O veriliş efirə getmədən birinci gəlirsiniz burada. Danışırsınız o haqqında. Nə baş verdi? Nələr baş verdi? Sonra ideya bizdən gəlib. Məsələn, bu çəkilişimizdə gecə həddindən artıq çox çaqqal əhatə etmişdi bizi. Bura haradır? Bura Yalama Milli Parkıdır. Aha, Milli Park. Yalama Milli Parkı deyəndə region olaraq çox izləyicilərimiz tanımaya bilər. Nabran ərazisidir. Nabranın biraz Rusiya ilə sərhədə yaxın qismidir. Yəni, bu meşə çox böyük meşədir, sərhədə qədər. Mən o qədər gezmişəm orada. Aha. Belə bir neçə, o qədər sualım var sizə. Çünki bu gördüklərimiz, əmələ gələn ortalıqda olan görüntülər, bunlar hamısı artıq montaj olunmuş və rahat görüntülərdir ki, tamaşaçılar elə bilir ki, hər şey rahatdır. Kim çəkir? Orxan bəy çəkir. Aha, yəni ayrı operator var. Bəli. Bizim Orxanı, rejissörümüz. Salamlayırıq buradan. Çox böyük əziyyəti var, onu da qeyd edeyim. Çox böyük əziyyətlə. Mən elə bildim ki, sizi çəkəndə Ayşən xanım çəkir, Ayşən xanımı siz... Biz ilk öncə elə başladıq. Yalnız özümüz, bizim YouTube kanalımız da var. YouTube layihəsi olaraq biz buna başladıq. İlk öncə özümüz çəkirdik. Ştativlə qoyurduq kameranı, əsasən həmçinin dronla çəkiliş edirdik. Amma siz təsəvvür edin, həm o miqyasda kampı qurmaq fiziki baxımdan, həm iştirak etmək proseslərdə və həm də çəkilişi də özün etmək, bu mənim üçün həddindən artıq çox çətin idi. Çünki izləyici izləyir, bəzən bizim dostlarımız, qohumlar və s. baxır ki, neçə operator çəkib bunu? Deyirəm ki, mən özüm çəkmişəm bir kamera ilə. Yəni, adi bir odun doğrama səhnəsi 6 rakursdan çəkilir və özün edirsən bunu. Bu, çox böyük zəhmət tələb edir. Gedirsən, qurursan, təzdən gəlib odunu bəli, qurursan. Təzdən bu kameranı apab, o tərəfdən tərəfdən qoyursan, təzdən bu vurursan, tərəfdən kameranın yerini dəyişirsən. O, siz 2 gün orada elə çox əziyyət çəkirdik. Orxan sağ olsun, Orxanı da buradan salamlayıram. Orxanı siz tapdınız, təklif ediniz yoxsa? Biz MTV rəhbərliyi ilə görüşdük, layihəni də bəyəndi, sağ olsunlar, dəvət etdilər. Layihə bizə gələndən sonra Orxanla çəkirsin. Bəli. Layihə MTV-yə gələndən sonra Orxanla artıq birlikdə çəkirik. Nə yaxşı. Bizim gözəl balamız qorxmur, orada heyvanlar çıxır. Bax, o heyvanlar başqa, artıq doğrudan da başqa mövzudur. Əslində uşağı aparırlar ki, heyvanları qorxutsun orada. Amma məncə o qorxuda bilməz, o qədər şirindir maşallah. Heyvanlarla üz-üzə gəlmək, gecə yatmaq, gecə onların səsini eşitmək, o nə qədər realdır, nə qədər... Bayaq dediyim kimi, mən artıq uzun illərdir ovçuluqla məşğulam və ailəvi deyil də, dostlarla ova biz gedəndə daha vəhşi təbiətdə gecə qalırıq. 3 gün, 4 gün Zakatalanın meşələrində qalırıq. Ora hər an 20 metrliyimizdən ayı da keçə bilir. Yəni, daha vəhşi meşədir. Ona görə mən psixoloji olaraq bu təbiətə öyrəşmişəm və mənim üçün qorxulu deyil. İlandan qorxmursunuz? Xeyr. Deməli, verilişinizə baxıram. Axşam ki, söndürürsünüz işığı.
Mənim ancaq fikrim oradadır ki, birdən ilan girər ora. Ancaq ilandan qorxuram. Fikirləşmirəm ora ayı gələr, nə bilim, pələng gələr. Bir dənə ilandan. Çünki biri var ki, böyük, məsələn, ayı gələ də nəhəngdir. Görürsən, ya indi durub qaçarsan. İlan elə bir şeydir ki, xəbərin olmaz da. Baxın, yaxşı bir nüansa toxundunuz. Ümumiyyətlə, kamp quranda izləyicilərimiz də məlumatlı olsun. Bilənlər bilir, bilməyənlər üçün olsun. Əraziyə uyğun olaraq kampı qurmazdan öncə müəyyən təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Dediyinizə gəlirəm, ilan məsələsi. Məsələn, biz indi növbəti həftələrdə yəni planlaşdırmışıq harada kamplar quracağıq. Onlardan da biri Kürdəmirdə quracağıq kampı. Bəli, Kürdəmir deyəndə hamı dərhal fikirləşir ki, Kürdəmirdə nə kamp, xüsusən də ailə. Amma inşallah çəkərik, baxarsınız və məlumatlı olarsınız ki, Kürdəmirdə necə gözəl yerlər var. Kürdəmirdə Kür çayının sahilində çox gözəl meşə var və həmin meşədə vəhşi atlar var, təbiətdə yaşayırlar. Yəni, inşallah mən bir dəfə gedib orada kamp qurmuşam, bu başqa layihə ilə bağlı və o atları biz çəkə bilmişik o vaxt orada. İnşallah qismət olar, Orxanla birlikdə gedəcək, bu dəfə də atları çəkə bilək. Məsələn, elə bir ərazidə kamp quranda mütləq ki, ilandan özümüzü qorumaq üçün təhlükəsizlik qaydaları etmək lazımdır. Bu nədir? Kükürt tozu var, bu istixanalarda istifadə olunur, ilan, siçan, siçovul istixanaya daxil olmasın deyə həmin kükürt tozunu kampın ətrafına səpdikdə ora ilan yaxın gəlmir. O kükürt tozundan qorxur. Və ya nanə qurusu səpilə bilər əraziyə, yarpız qurusu səpilə bilər. Yəni, bunun hamısını bilmək lazımdır ki, bu artıq bilirsiniz ki, ən azından 20 kvadrat diametr ərazidə ilan olmayacaq. Kənara çıxmayın onda, əgər ilan olan ərazidirsə, amma o ərazidə ən azından çadıra ilan girməyəcək. Amma bizim təbiətdə, Azərbaycan meşələrində ən təhlükəli heyvan nə canavar deyil, nə çaqqal deyil, ən təhlükəli heyvan ayıdır. Ayıdır. İnsanla o qədər, belə deyək də, agresiv deyil əslində, amma agresiv olan anları olur ki, o zaman nəyə görə deyirəm, ən təhlükəlisi ayıdır. Canavar üstümüzə gələndə ağaca çıxsaq, canavar bizə heç nə edə bilməyəcək. Amma ayı dalınca ayı ağaca çıxmaqda da insandan sürətlidir, suda da, belə deyək də, enişdə də, yoxuşda da hər bir baxımdan insandan sürətlidir. Ayılar... Yuxulu olub? Tox olub. Az olmayıb. Tox olanda? Ümumiyyətlə, ayılar, Grizli ayısı var. Biz bilirik ki, bu vəhşi ayıdır. Ağ ayılar vəhşidir, birbaşa insana cumhur. Amma Azərbaycanda olan qonur ayılar var, bir də xaltalı ayı var. Xaltalı ayı rəngi daha tündür, qaraya çalır və boynunda ağ xət olur. Ondan insanlar uzaq dursa yaxşıdır, çünki o vəhşidir, cuma bilər, amma o kəndlərə yaxın yaşamır, çox dağlıq yerlərdə yaşayır. Amma bildiyimiz, öyrəşdiyimiz, gördüyümüz, özümüzki olan qonur ayı o qədər də insanlara qarşı agresiv deyil. Biz görmüşük falan, biraz xasiyyətinə bələdik deyə, o qədər də insanlara qarşı agresiv deyil. Ola bilər ki, 10 metrdə sizi görsün, heç nə etməsə, sizdən təhlükə hiss etməsə, sadəcə üzünü çevirib çıxıb gedəcək. Amma iki vaxt var ki, həmin qonur ayılar insana cuma bilir. Bir, ana ayı yanında balası varsa, ona sizdən istənilən anda təhlükə kimi görür sizi, sizə hücum edə bilər. Və ikinci məsələ, qış vaxtı yuxudan yarımçıq oyanan qonur ayı. O artıq kifayət qədər yağ yığa bilməyib, yuxudan yarımçıq durur və qida axtarır. Qış vaxtı da meşədə ayının qidası olmadığına görə qarşısına nə çıxdısa hücum edə bilər. Amma yay vaxtı... Qarşısını almaq olmaz, elə başa düşürəm. Yalnız ov tüfəngi ilə qarşısını almaq olar. O da Azərbaycanda ayı ovu qadağandır. Ayı ovu qadağandır. Qarşısını almaq üçün biz də edirik. Ayı səni parçalaya bilər. Amma sən vurdunsa olmaz. Belə bir şey var qanunda. Əgər sübut edə bilsən ki, özünü müdafiə üçün məcbur qalıb ayını vurmusan, o da action kamera ilə ancaq sübut edə bilərsən. Onu sübut edə bilsən, cərimə olunmursan. Amma sübut edə bilməsən, cərimə olunursan. Ayıdan özünüzü qorumaq üçün dediniz, təhlükəsizlik qaydası öncədən. Ümumiyyətlə, əgər çadırın yanında səhərə qədər mütləq ki, bir işıq yanmalıdır. Köz qalamalısınız. Ehtiyacınız olsa da, olmasa da. Məsələn, müasir çadır avadanlıqlarında bizim özümüzdə də qaz balonla işləyən sobalar var və s. Biz közü qalamaya da bilərik, ehtiyacımız yoxdur, amma mütləq qalayırıq. Çünki közün ətri gələndə ora heyvan yaxın gəlmir. İstər canavar, istər çaqqal, istər ayı. Ondan da başqa qeyri-ov mövsümüdürsə, ov mövsümü olanda həmin ərazidə ov tüfəngi ilə
sadəcə səmaya bir güllə atsaq, barıtın iyi, ayı heç vaxt barıtın iyinə yaxın gəlmir. Onu kilometrlərdən hiss edir. Amma qeyri-ov mövsümündə biz meşədə və ya milli park ərazisində çadır qurmuşuqsa, orada atəş açmaq olmaz. Bir fişək deyirlər də, patron deyirlər tüfəngin. Onu açıb barıtını közdə yandırsaq ki, barıtın qoxusu gəlsin, artıq həmin əraziyə ayı gəlməyəcək. Nə gözəl, biz bu məlumatlardan sonra ova gedə bilərik özümüzdə. Rahat tüfənginiz var? Bəli, əlbəttə. İcazəniz var da? İcazə var, bəli. Bir dənə soruşacaqdım. Gedərkən də Özümüzdən icazə götürürük mi? alırsınız? Ümumiyyətlə, Ümumiyyətlə, ov vaxtı deyil və siz çəkiliş eləməlisiniz, gedirsiniz hər hansı bir əraziyə. Bu necə olur? Çaqqal ovu, ümumiyyətlə Azərbaycan qanununa əsasən, çaqqalın ovu il boyu açıqdır. Yəni, çaqqal il boyu ovlana bilər. Əti yeməli olmasa da vurmaq halaldır. Ziyan verici olduğuna görə vurmaq halaldır. Canavar Azərbaycanın qırmızı kitabdadır. Amma bu vaxta qədər biz canavarın səsini çox yaxından eşitsək də kamplarımızda heç vaxt kampa canavar hücum etməyib. Ehtiyac olmayıb onu görmək. Amma ov tüfəngi əgər ailə ilə gedirəmsə, daimi olaraq çəkilişlərdə biz bunu göstərməsək də ov tüfəngi daimi olaraq yanımızdadır. Hər ehtimala qarşı. Amma çox şükür atmağa ehtiyac olmuyor. Bayaqdan o sualı vermək istəyirəm, amma söhbət o qədər maraqlı gedir ki, sualı gətirir. Necə oldu Ayşən xanımı razı saldınız? Özü bəlkə cavab versin. Bəs getmirəm, olmaz. Birdən-birə getdiniz və baxıram orada yaxşı belə geyinmişsiniz, ovçu kimi. Yaxşı deməzdim, bir ovçu kimi yəni. 5 dəst geyimdə oluram adətən. Bəs elə onu deyəndə möhkəm bərk geyinmişsiniz də, yəni. Onun nəzərə ki, Ayşən xanım həm də üşüdəndir. Daimi, yay, qış, fəsildən asılı olmayaraq, dənizə də gedəndə, hər kəs dənizə girirsə, mən dənizdən qaçıram, ya gedib oturacam bir kənarda günəşin altında, geyim də ki, maşallah qalın, hamı artıq ələ salır ki, bəsdir də, yaydı da, yayda da yox da. Artıq yaydı. Bəli, amma özümə asıl deyil. Mən də üşüyənəm. Mən sizi başa düşürəm. Meşədir, biraz da belə. Təbiəti sevirəm. Demirəm ki, təbiəti sevmirdim, ona görə getmirdim. Təbiət çox gözəldir. Amma həvəsə gəldik. Gedirsən. Necə soldu? Yəni, axır ki, razılığa gəldik. Gördünüz ki, tək gedir, gəlir. Dediniz ki, mən getməsəm olmur. Evdə nəyə qalım? Bir neçə dəfə getmişdik, belə deyək. Amma dəniz kənarına getmişdik. O daha rahat keçdi. Cavit bəy biraz rahat yerlərə. Bəli, daha rahat. Yavaş-yavaş eyrəşdirib sizi. Yeməkləri necə pişirirsiniz? Nə qədər aparırsınız? Necə bunları yığıb, lazım olan, onu reklamlardan sonra mənə deyirlər, danışacaq. Reklamlar da izləsəm. Звезды, знаю, скоро все вновь придет. Сладкие сказки у берега моря, в дальнюю юность меня унесут. Сладкие сказки у берега моря, в дальнюю юность меня унесут. Взгляд родной в тишине ночной, то, что в сердце навечно храню. По зову не спешу к тебе, только знаю, что тебя не вернусь. Только знаю, что тебя не вернусь. Запах сирени, место встреч и горьких обид. Будто бы снова, как в то воскресенье, жду тебя в парке, сжимая букет. Будто бы снова, как в то воскресенье, жду тебя в парке, сжимая букет.
взгляда родной в тиши ночной, то, что в сердце навечно храню. По зову спешу к тебе, только знаю, что тебя не вернуть. Только знаю, что тебя не вернуть. Тот взгляд родной в тиши ночной, то, что в сердце навечно храню. По зову спешу к тебе, только знаю, что тебя не вернуть. Только знаю, что тебя не вернуть. Тот взгляд родной в тиши ночной, то, что в сердце навечно храню. По зову спешу к тебе, только знаю, что тебя не вернуть. Только знаю, что тебя не вернуть. Çox sağ olunuz. Bir daha Elçin İmanovu salamlayıram. Bu mahnını 95 ya 96-cı ildə Arzur Zayev eləmişdi. Onu da salamlayıram. Biz də salamlayırıq. Nostalji albomu çıxmışdı o vaxtı. Can Baku, Zagulba o albomda. Oradan da nostalgiya Mən yaşadım. onu yeni aranjıma, yeni deyəndə 2005-ci ildə bunu aranjıman eləmişəm. Yeniyə baxayım. Allah saxlasın. Uşaqlara uşaqlıqdan gərək Allah bütün balaları saxlasın. Allah bütün Gərək balaları saxlasın. gözəl musiqi, gözəl tərbiyə olmalıdır o mütləq. Çadırlarımıza qayıdaq. Profesional musiqidən söhbət gedirdi. Ceyhun bəy anidən çadırda vəziyyət necədir? İndi Ceyhun bəy, Allah sizi var eləsin həqiqətən. İndi oxuyursunuz, qulaq asıram, istər musiqi, istər sözlər, istər oxunuş tərzi və s. Profesional musiqiçi deyiləm, sadəcə musiqini çox sevirəm. Bir anlıq musiqini təbiətlə müqayisə edəndə, biz ibtidai sinifdə elə o vaxt oxuyanda, müəllimlərimiz həmişə bizə deyirdi ki, ilk musiqi necə yaranıb? Təbiətin səsindən. Yəni, külək ağacın yarpaqlarını çırpıb, güllərin səsi, quşların səsi və beləcə musiqi yaranıb. İndi keyfiyyətli musiqi eşidəndə bu təbiətə bərabər bir şeydir. Necə ki, səhər tezdən, yaz meşəsində çadırdan çıxırsan, quşların səsini eşidirsən, güllərin ətrini hiss edirsən. Keyfiyyətli musiqi ilə həmin anda aldığın o həzz bərabərdir. Tamamlayır bir. Yəni, necə gözəl bənzətmə. Sadəcə qulaq asırsan və ondan həzz alırsan, hər bir şeyi unutursan. Necə ki, meşədə olanda, ola bilər, şəhərdə hər hansı bir çətinliklər var, problem var, meşədə onu unutdurur o təbiətin gözəlliyi. Keyfiyyətli musiqi də hər bir şeyi səni unutturmalıdır. Əgər unutturmursa, deməli keyfiyyətli deyil. Yəni, bu mənim subyektiv fikrimdir. Var oldum, Razıyam. həzz aldım. Cavit bəy, indi keçdik sizə yemək, içmək, daşıyırsınız, aparırsınız, ət, toyuq, pişirirsiniz. Daşımalı o qədər şey daşıyırıq. Mən təsəvvür edirəm. Çoxdur, həddindən artıq. Belə deyək də, ümumiyyətlə, kamp, yəni çadır, xüsusən də ailəvi kamp qururuq və xüsusən də çəkiliş üçün qururuqsa... Uşaq tez-tez gedir? Tez-tez gedir. Həftə sonları biz gedəndə çəkilişə mütləq gedir. Həftə içi günlərdə dərsdə olur deyə apara bilmirik. Amma çalışırıq elə günlərə salaq ki, ya tətil olsun, ya həftə sonu olsun ki, bizlə getsin. Özümüz istirahət üçün gedəndə, məsələn, mən şəxsən bir
bəy dostumla gedirəmsə, ova gedirəmsə, daha az ləvazimat aparıram. Amma ailəvi gedəndə, dediyim kimi xüsusən çəkiliş üçün gedəndə, avadanlıq, çünki izləyici komfort görmək istəyir, izləyici yenilik görmək istəyir. Estetika. Hə, yəni daha səliqəli olmalıdır. Bəli, əlbəttə ki. Müasir avadanlıq olmalı. Desin ki, izləyən desin ki, görürsən bunu hardan tapıb alıblar, bu nəyə xidmət edir və onun orada Hər açıqlamasını gördüyü detal verirsən, maraq hər bir yaratsın. detal. Və hər kampda da bu detallar dəyişməlidir. Yəni elə bir imkanımız yoxdur ki, biz bir dəfə gedəndə 3 günlük gedək, 3 günə 3 veriliş çəkək. Belə bir imkanımız yoxdur. Çünki çadır dəyişilir, avadanlıq dəyişilir, yataq dəyişilir, oturacaq hər bir şey hər çəkilişdə fərqlidir. Ona görə avtomobil tam olaraq yük yeri, dam hissədə əlavə yük yeri quraşdırmışam, o tam olaraq dolu gedirik. Yeməyə gəldikdə isə xüsusi qutular var, haradakı yeməyi saxlamaq mümkündür. Yay ayları üçün daşınan soyuducumuz var. Bu Novruz çəkilişimizdəndir. Nə maraqlıdır. Novruz bayram çəkilişimizdəndir, milli abu-havada. Hətta çadırımız da millidir. Burada avtomobil yoxdur, araba ilə gəlirik, at arabası ilə. Bu çəkilişdə bu kadr üçün birini qoyub birinə keçirəm. Hətta MTV-nin rəhbərliyi belə mənə dedi ki, başa düşürəm, orada yəqin imitasiya etmişsiniz, uşağın ox atışı falan. Dedim, əsla imitasiya deyil, yoldaşım da ox ata bilir, oğlum da ox ata bilir. Yəni, öz atdıqları xallardır, imitasiya deyil. Ox atan bölgüdür. Ümumiyyətlə, istər silahdan, istər ox atışlarını öyrətmişəm. Məncə, gənclər öyrənsilər. Ox dövrü deyil, amma bilmək yaxşıdır. Əlbəttə ki, hələ uşaqlara ümumiyyətcə yaxşı. Bu kadrda öncə mən deyirəm, gəlin ataq görək kim daha yaxşı atır. Nəticədə ən az xalı mən yığmış oluram. Yoldaşımla oğlum məndən daha çox. Sağ ol Ayşə xanım. Daha çox atırlar. Bəli. Canavar qorxur, ona görə qorxur. 10 xalı atdı birbaşına. Sənə lazım idi. Evdə özünü saparsın. MTV rəhbərliyi də deyirsən, nə yetişir, spetsnaz yetişdirirsən, xüsusi təyinatlı yetişdirirsən. Xüsusi təyinatlı. Amma maraqlıdır. Bilirsiniz, gənclərin fikrini bilirik ki, indi çox çətin bir dövrdür əslində. Xoşa gəlməz alüdəçisi olan insanlar var, xoşa gəlməz istiqamətlər var. Ondansa atıcılığı öyrənsin, təbiəti öyrənsin, o daha yaxşıdır. Onun oxu da balaca. O özünündür. Öz kimi şirin də oxu da balaca. Maşallah. Allah saxlasın. Sağ ol oğlum. Əfərin, Xüsusi alqış düşür sənin üçün. 18 xal mən yığmışam, 19 xal Emil yığır. Maşallah. Əhsən. Aferin. Əhsən. Bir də bayaq bir sual verdiniz ki, uşaq üçün qorxulu olurmu təbiət yoxsa yox. Bizdə Emil 1 yaşı var idi, yoxsa yox idi qorxanda pişiklər üstünə düşəndə. Emil lap balaca olanda bizdə həyət evidir, üzüm talvarı var. Onun üstündə pişiklər bir-biri ilə dalaşanda düşmüşdü biri Emilin üstünə və onda qorxu keçirtmişdi. O vaxtdan canında qorxu qalmışdı Emilin. Ona görə indiki vaxtda belə təzə-təzə öyrəşir, həyətə tək çıxsın və s. Çünki o qorxu canından çıxmamışdı. Amma biz təbiətə gedəndə, meşəyə gedəndə, kamp quranda Emildə o qorxu deyilən bir şey qalmır. Görürəm ki, Emil meşənin içindən nəsə götürüb oradan gəlir, ay ata burada göbələk var falan, meşədə qorxmur. Qorxusun üstünə gedib də. Əksinədir. Emildə əksinədir. Amma evdə qorxur. Evdə o qorxu Evdə hələ o çıxır canına hadisəni yavaş-yavaş. yaşayıb ona görə. Amma Siz köçün meşəyə. elə olacaq axırda. Təbiətdə amma qar yağanda bizim çəkilişlərimizdə də var. Mən odun doğruram, samovar qalama, baxıram Emil yoxdur. Emil gedib meşənin o başından ağacların üstündən qarla oynayır. Yəni qətiyyən təbiətdə, meşədə qorxusu yoxdur. Çaqqal səsləri çox yaxından gələndə aydın məsələdir, amma qarşıda bizi nə gözləyir? Gələn həftələrdə harda olacaqsınız? Hansı heyvanlardan görüş Hansı heyvanlarla görüşəcəyik efirdə? Gəlin bizə, bizdə evdə çünki ilan çıxıb. Onu danışım, bayaq onu dedi, demək istəyirdim Kürk tozu yadımdan. səpin, qaçın. Gördünüz, qorxduğum da ilan idi mənim. Hə, növbəti meşədə yoxdur, evlərdə var. Bizim çəkilişlərimiz biraz belə deyək də, plansız şəkildə olur. Bizdə ssenari yoxdur. Nə üçün? Çünki biz hava şəraitindən çox asılıyıq. Məsələn, ola bilər ki, mən planlaşdırım ki, gələn həftə gedək Şamaxıda
bir falan yer var. Orada Şamaxıda Şamaxıya qar yağır. bu meşədə çəkək. Anidən hava dəyişir. Qardan qorxumuz yoxdur. Seldən amma qorxu var. Amma yağış Yağış və ən sel pisdir. qorxuludur çünki Məsələn, yaş olur. Qarda kameralarda istifadə etmək olur, drone da istifadə etmək olur, amma yağışda istifadə etmək olmur. Həm avadanlıq sıradan çıxır, Dolu həm yağanda proses xüsusilə çox də çətin olur. rayon Amma bir bölgələrdə çəkilişimiz oldu bizim. Biz bir həftə getmədik çəkilişə. Hələ onda MTV-yə gəlməmişdik, YouTube üçün çəkirdik. Bir həftə ertələdik çəkilişimizi ki, növbəti həftə gedək, hava əladır. Və növbəti həftə həmin məkana getdik. İnanın, gedib çatdıq, biraz qar yağdı. Ondan sonra dolu yağdı, gecə leysan yağış yağdı. Yəni, bütün təbiət hadisələrini bir gündə biz gördük. Yəni, belə də olur. Çəkdiniz hamısını? Çəkdik. Nə gözəl. Efirə gedib? Efirə yox, bizim Bəs nə özümüzdə vaxt hələ efirə ki var. gedəcək? İndi artıq yaz fəslidir deyə orada qar var, dolu var. Biraz efirə vermək istəmədik. Amma YouTube-da var. YouTube-da var, bəli. Bu yaxınlarda dolu yağdı. Gərək onda verək. Yaxşı yağdı ya özü. Amma siz MTV-yə baxın, çünki hər həftənin bazar günü saat 11-də. Saat 11:00-da Cavadzadə ailəsi efirdədir. Bütün bu danışdıqlarımızdan da çox görəcəksiniz. Siz əsas ov sevənlər və belə səfərləri sevənlər üçün çox maraqlıdır. Təbiəti sevənlər üçün xüsusilə maraqlıdır. Ona görə də mən verişimizin sonuna gəlib çatdıq. Təşəkkür edirəm Cavadzadə ailəsi. Yenidən sizi yəqin ki, may ayının sonunda gözləyəcəyik ki, yay mövsümündə nə gözləyir? Bax, onları efirdə danışaq. Günorta efirdəyik.